Ötən gün Qusar rayon polis şöbəsinin Şahdağ polis bölməsinin əməkdaşlarının iştirakı ilə rayonun Zindanmurq kəndində əməliyyat keçirilib. Belə ki, şöbəyə daxil olan məlumat əsasında kəndə baxış keçirən polis əməkdaşları 4 hektar ərazidə 1 tondan artıq çətinə kollar aşkarlayıblar. Tədqiqatçıların sözlərinə əsasən bu kollar burada yabani bitib və heç bir xüsusi qulluq göstərilməyib. Baxış zamanı həmin 4 hektar ərazidə hündürlükləri 4 metrə qədər pərakəndə halda bitmiş, tamlıqları pozulmamış, müxtəlif alaq otlarının əhatəsində aqrotexniki qaydada qulluq olunmamış, Hind çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək götürüldü. Həmin bitkilərdən 4 ədədi ekspertizaya təqdim olunması üçün nümunə kimi götürüldü, digərləri isə yandırma üsulu ilə məhv edilmişdir. Aşkarlanan və Hind çətənəsinə bənzəyən bu kollardan 4-ü ekspertiza üçün götürülərək saxlanılıb. Qalan kollar bir yerə toplanılıb və yandırılıb. Cabir Məmmədov, Emin Kərimov, Səs TV, Qusar.